Rapa, bir də sonuncu sualımı vermək istəyirəm. Bu çox maraqlandırır bu insanları. Deyirlər ki, şəhərə giriş biraz şəhərə giriş istəyirlər, məhdudlaşdılar, həm də ki, ödəniş də eləmək, nəsə belə bir şey eləmək. Yəni bu həqiqətən beləmi olacaq, yoxsa başqa nəsə alətlərlə onu eləməyə planlaşdırırlar? Ümumi olaraq Bakının yarım dairəvi yolu tamamlanmalıdır. Hansı ki 3 yarım dairəvi yol tikintisi nəzərdə tutulub və böyük şəhərlərin giriş nöqtələrində park and ride, yəni park et səfərvi ictimai nəqliyyatla davam et kimi həllər tətbiqi vacibdir. Xarici ölkələrdə var belə bir şey var. Hə. Bu birinci çəkindirən elementdir. Yəni insanlar müəyyən məsafəyə kimi gəlir, ondan sonra keçir ictimai nəqliyyatla. Digər çəkindirən element zona saatlıq parkinq sistemidir. Hansı ki bizdə 23-cü ildən fəaliyyət göstərir. Şəhərin mərkəzi bir qiymət, kənarlar bir qiymət. Bu arada o tətbiq olunanda biz qonşu Tiflisdən 2 dəfə daha ucuzdur. Elə. Bəli. Onların ən bahalı zonası 2 manatdır, bizdə 1 manatdır. Yəni bu məsələ də var. Yəni bu bahalaşması gözlənilirdi elə. Çox güman, bəli. Digər tərəfdən müəyyən şəhərlərdə, Sinqapur, London və digər şəhərlərdə müəyyən zonalar şəhərdə pullu zonalar elan olunur. Yəni oradan keçid ödəniş əsasında icra olunur və yaxud şəhərin giriş nöqtələrində də ola bilər. Yenə də bu ciddi təhlillər əsasında müəyyən olunur ki, hansı istiqamətdə axınlarda bir problem var. Bu metodla çəkindirirlər insanları ki, avtomobillə yox, ictimai nəqliyyatla gəlsin və mövcud küçə, yol şəbəkəsinə təzyiq azalsın. Bu mərhələ ilə baş verən prosesdir. Düşünürəm ki, ilkin olaraq biz avtobus zolağı mikromobillikdə necə hiss edirik, bu arada o da müqavimətlə qarşılaşır və bu da aydın məsələdir ki, insanlar yeniliyi həmən bir mənalı qarşılamır. Amma zamanla artıq daha sürətli əlaqəni görəndən sonra düşünürəm ki, buna meyl artır və yaxın illərdə relsli növlərin inkişafı ilə insanlar daha çox bu tərəfə meyl edəcək.